Salam değerli izleyiciler. Yanvar ayının 1-i 2026-cı il tarixindən bu qanunlar artıq qüvvədədir. Videonu da hər kəsdən paylaşa bilərsiniz ki, vətəndaşlarımız məlumatda olsunlar. Burada üstəgəl işarəsi görünürsə bir dəfə üzərinə vurub kanalımıza abunə ola bilərsiniz. Değerli izleyiciler, bugündən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılır və həmin yeniliklər nələrdir? Deməli, tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb. Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılıb, köhnə ithal avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. Hibrid və elektromobillərin idxalı və satışı üçün ƏDV güzəştinin müddəti başa çatıb. Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad edilir. Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qayıdacaq. Media subyektləri vergidən azad olunacaq. Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilir. Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını artıq özləri ödəyəcəklər. Yəni ayda 16 manat. Həmçinin mülkiyyətində torpaqlarda işləyənlərin, vəkil və mediatorların, fərdi sahibkarların sosial sığorta haqları artırılıb. Fərdi iş sahibləri, məsələn, dərzi, tutaq ki, aparıcı, çalğıcı, musiqiçi və s. Bu şəxslər sosial sığorta haqqını minimum aylıq əmək haqqının 5%-dən 8%-nə qədər ödəyəcək. Evlərini kiraya verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilib. Qeyri-neft qaz sektoru üzrə 2500 manata qədər deməli olan maaşlardan 3% gəlir vergisi tutulacaq. Azərbaycana gətirilən birdən çox mobil telefonun qeydiyyatı üçün 100 manat rüsum müəyyən edilib. Elektrik enerjisi və təbii qaz üzrə sabit aylıq tarif 1 manat müəyyən edilib. Yəni işlətsən də işlətməsən də o 1 manatı verməlisən. Həmçinin kişi və qadınların pensiya yaşı bərabər olaraq 65 yaş müəyyən edilib. Yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən edilib. Dəyərli izləyici, bu videonu hər kəslə paylaş və kanalıma abunə ol.